Salam, hörmətli izləyicilər. Əgər bilmək istəyirsiniz ki, hansı halda mülkiyyət sahibi vəfat etmədən vərəsəyə paylarını ala bilər, eyni zamanda bilmək istəyirsiniz ki, hansı vərəsə daha çox pay ala bilər və ya payın hamısını ala bilər, video sonuna qədər baxın. Mən hüquqşünasçı Seyidzadə bu barədə məlumat verəcəm. Hörmətli izləyicilər, əziyyətin hədər gelməsin deyə videonu bəyənin, YouTube kanalına abunə olun ki, hamı xəbərdar olsun bu məsələdən. Əvvəlcə onu qeyd edin ki, söhbət gedir tək evlərdən yox, bağ evlərindən, torpaqlardan, maşınlardan, obyektlərdən. Yəni dediyim, bunlara şamil olunur. Evlərə, maşınlara, obyektlərə, torpaqlara, bağ evlərinə şamil olunur. Diqqətlə baxın. Deməli, məsələ burasıdır ki, bir gün nigah tövbündə alınmış əv var ki, İstər ev olsun, istər obyekt olsun, istər maşın olsun, istər torpaq olsun, ərlə arvadın birgə mülkiyyətidir. Belə var ki, məsəl üçün kişinin adınadırsa, arvad həyat yoldaşı vəfat edib, dünyasını dəyişibsə, o halda mütləq qaydada uşaqların orada payı var. Nəzərə alın, hörmətli izləyicilər. Yəni ki, mülkiyyət sahibi vəfat etmədən uşaqlar öz paylarını tələb edə bilərlər. Bu necə bölünəcək, onu qeyd edim. Deməli, məsəl üçün belə götürək. Evin 100 kvadratdırsa, onun 50% fikən nigah tövbündə aldığına görə şimdi yerdə qalır 50 kvadratı, məsəl üçün, və yaxud 50.000 manatı, 100.000 manatın hesabası. O halda deyək ki, evdə 4 dənə uşaq var. Həmin 50.000 ilə 10.000 kişiyə qalır, yerdə qalan 40.000 isə 4 dənə uşaq arasında bölünür. Və yaxud 40 kvadrat bölünür. Hörmətli izləyicilər. Bu qeyd edin ki, mən kişinin misal gətirdim, mülkiyyət sahibi kimi. Ola bilsin kişi vəfat etsin, ev qadının adına olsun, yəni ananın adına olsun. Yəni elə eyni qaydada uşaqlar şamil olunur. Nəzərə alın. Və yaxşı, kimlərə mülkiyyət daha çox düşə bilər, yəni vərəsəyə payı belə deyək, kimlərə isə daha tam düşə bilər, onu qeyd edin. Deməli, hörmətli izləyicilər, məsəl üçün, evdə 4 dənə uşaq varsa, vərəsəyə payını götürüb versə, biri götürür, ikincisi götürür, yerdə qalan 2 nəfər imtina edirsə, o bir nəfərin xeyrinə imtina etmir əslində qanuna görə. Ümumiyyətlə imtina edib payda. O halda mütləq qaydada həmin 2 nəfər kimə öz payını vermək istəyirsə, belə bir şey etsin. Getsin notar üstə, payı qəbul etsin, həmin evə, mülkiyyətə çıxarış alsın, ondan sonra bağışlasın. Əks halda həmin 2 nəfərin payı kiməsə verirsə, məsəl üçün, hansı qardaş bacıya verirsə, digər qardaş bacı da ondan payı istəyə bilər. Nəzərə alın. Vacib məsələdən biri budur. Yəni, çıxarış alın, sonra bağışlayın. Və deyək, 4 nəfərdən 1 nəfər payı qalıbsa, ev texniki cəhətdən bölünə bilmirsə, faktiki natural qaydasında bölünə bilmirsə, onda faktiki olaraq daha çox pay kimə qalırsa, o təklif edə bilər ki, yəni texniki cəhətdən bölə bilmirəm, sən öz payını mənə sat. Əgər satmasa, məhkəmə qaydasında məhkəməyə verir, evi hərvacı çıxardaraq, dərəcədə sataraq payızı ala bilərsiniz. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biridir. Əgər yox, 2 nəfər olsaydı, məsəl üçün, vərəsə və bərabər bölsəydi 50%, onda ev satılmaya bilərdi. Və sən bir deyərdi ki, mən də istifadə edən, sən də istifadə et, evi satmıram. Yəni, belə bir məsələni nəzərə alınır. Və yaxud, sənin biri özü təklif edə bilər digər tərəf ki, mənə bu qədər təzminat ödə, kompensasiya ödə, mən çıxın gedim. Hörmətli izləyicilər. Nəzərə alın. Belə bir məsələ var. Bir məsələni qeyd etmək istəyən ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla və əyani hüquq məsləhətinin verilməsi 10 manatdır.
əzələnsə yazılması 50 manat. Nəzərə alın, hörmətli izləyicilər. Bunun üçün mütləq qaydada YouTube kanalına abunə olursunuz, şəklini çəkib mənə WhatsApp-a göndərirsiniz, hörmətli izləyicilər. Və kiminsə nəsə varsa mütləq qaydada mənə WhatsApp-a səsinə göndərsin. Başqa qayda olan cavab verə bilməm. Bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, mənim şartla birlikdə 1900-dən artıq videom var. İstər vərsəyinə bağlı olsun, istər əməkın bölgüsü olsun, istər boşanma olsun, istər alimentin ödənməsi olsun, istər uşağın ünsiyyət olsun, istər sosial yardım olsun, dediyim kimi pensiya olsun, müavinət olsun və digər məsələ olsun qeyd olunub. Hörmətli izləyicilər, nəzərə alın, müraciət edə bilərsiniz. Əsas məsələdən biridir. Və sizin hamımızdan bir xahiş eləmək istəyirəm, hörmətli izləyicilər. YouTube qaydalarına görə 1000 baxışa, hörmətli izləyicilər, yəni ki 15-20 köpək pul ödənir. Bunun üçün də bəyənmə lazımdır. Belə deyək də 20-30 bəyənməyə, 40 bəyənməyə 1000 nəfər gedib çatmaq olur. Ona görə bəyənin. Ortalama hesab edəndə hər bir bəyənməyə, hörmətli izləyicilər, bir köpük dəyərində pul düşür. Əgər baxıb faydalanırsınızsa, dəstək üçün kanala abunə olun, videonu bəyənin.